Türkiyə-İran münasibətləri, belə deməyək, Türkiyə-İran yox, İran-Türkiyə münasibətləri, İran Türkiyəyə regionda daim rəqib kimi baxır və Türkiyəni əsas təhdidlərdən biri kimi qiymətləndirib. Çünki Türkiyə İranın regiondakı təsirlərini zəiflədir və onun alternativi kimi çıxış edir. Məsələn, baxın, İran Azərbaycanı öz təsir dairəsindən Türkiyəyə itirilmiş bir ərazi kimi baxır Azərbaycana. Məsələn, İran düşünürdü ki, Azərbaycan Rusiyanın təsir dairəsindədir, amma Rusiya buradan əlini çəkən kimi Azərbaycan mənim təsir dairəmə düşməlidir. Niyə? Çünki həm tarixi, həm tutaq ki, dini, həm etnik zəmindən mənim daha çox haqqım var. Yəni, onlar elə düşünürlər Azərbaycana. Amma indi biz görsək, Azərbaycan-Türkiyə yaxınlaşması və Türkiyənin Azərbaycana təsiri, Azərbaycanın Türkiyə təsiri daha böyükdür və dolayısıyla Cənubi Qafqaz regionunda İran varlığı yavaş-yavaş yoxa çıxmaq üzrədir. Yəni, Gürcüstana təsir imkanları yoxdur, Azərbaycana təsir imkanları yoxdur. Bir İrana qalıb. İran da həm Fransa ilə, həm Amerika ilə, həm Rusiya ilə belə deyək, tango oynadığı üçün İranın da seçim burada Ermənistan üçün ən pis seçim İrandır. Fransanın olduğu yerdə, Amerikanın olduğu yerdə, Rusiyanın olduğu yerdə Ermənistan necə İranı seçə bilər? Yəni, bu baxımdan həm də tarixdən gələn bir düşmənçilik var, Türkiyəyə qarşı elə Osmanlıdan filəndən gələn bir düşmənçilik var. Ona görə təbiidir ki, İran bəhanə eləyəcək. Mən ona görə, məsələn, fikirlərimin əvvəllərində qeyd elədim ki, Amerika İrana hücum eləyərsə, İran artıq qonşu dövlətlərə də bəhanələr ürətərək saldıracaq. Yəni, Azərbaycana bir bəhanə ilə, Türkiyə bir bəhanə ilə, tutaq ki, digər ölkələrə, yəni Amerika ilə normal münasibətləri olan bütün ölkələrə bir bəhanə ilə saldıracaq. Və burada həm də əsaslandıra da bilər. Deyə bilər ki, məsələn, Türkiyə NATO-nun üzvüdür, Amerika da NATO üzvüdür, dolayısıyla bunlar müttəfiqdir, mən də müttəfiqi vururam. Amma məncə Türkiyənin vurulması bu, yenə deyirəm, quru təhdiddir. Çünki Türkiyə özünü müdafiə edə biləcək gücdədir və İran əgər Amerika ilə qarşı durmaya gedəcəksə, burada qonşuluğunda İran üçün daha real təhdid yarada biləcək bir siyasi, hərbi oyunçunu səhnəyə gətirməz. Yəni, əksinə Türkiyə ilə münasibətləri daha yaxın eləyəcək ki, Türkiyə bu proseslərdə Amerikanın yanında durmasın. Amma bu müharibənin, bu mümkün dırnaqarası, əgər mümkün olacaq İran hücumunun qarşısını almaq üçün təbii ki, İran indi təhdid edir. Hər kəsi, hamını, qonşunu, uzağı, yaxını, iqtisadiyyatı ki, yox, mənə hücum olsa bütün dünya yer-yerindən oynayacaq. Dolayısıyla Türkiyədə, Azərbaycana da, Səudiyyə Ərəbistana da, Bəhreynə də, o Fars körfəzi ölkələrinə də mesaj verir ki, Amerikaya imkan verməyin bizə hücum eləsin. Yəni, Amerikaya başa salın ki, əgər o mənə hücum eləsə, burada siz batacaqsınız. Və təbii ki, burada yenə qeyd elədiyim kimi bir bazarlıq gedir. Sən mənə, belə deyək, el dilində desək, küçə davasından öncəki bir dalaşma prosesi var, sözlü dalaşma. Sözlü dalaşmada indi kimsə qalib olur, kimsə məğlub olur. Ya da görəndə ki, yox, qalib məğlub yoxdur, artıq əlbəyaxa keçilir. Yəni, indi İran və Amerika arasında sözlü dalaşma gedir. Yəni, təhdidlər, filənlər gedir. Amma bu dalaşma ilə də bitəcək, sözlü dalaşma ilə bitəcək. Yəni, bu əlbəyaxa savaşa keçməyəcək. İnanmıram ki, əlbəyaxa savaşa keçsin.